Mən eşitdim ki, pastor Mark Burns də yaxınlarda gəlmişdi. Bəli, o onu ziyarət etmişdi. Bu onunla ikinci və ya üçüncü görüşüdür. Biz onunla artıq bir neçə ildir çalışırıq. O, Prezident Trump'ın çox hörmətli ruhani müşavirlərindən biridir. O, daim bütün dünyanı gəzərək səfərlər edir. O, administrasiyaya Ukraynadakı real vəziyyəti anlamağa kömək edən əsas şəxslərdən biri olub. Çünki özü şəxsən ora gedib və hər şeyi öz gözləri ilə görüb. Düşünürəm ki, burada da eyni şeyi edir. O, Koreya hökuməti ilə və ya prokurorlarla qarşı durmaya girməyə çalışmır. Sadəcə, yaxşı insanları, inancılı dini insanları dəstəkləməyə çalışır. O, həqiqətən Koreyaya fayda vermək istəyir. Ona görə də bu vəziyyəti görüb, səmimi olaraq ona kömək etmək, onu dəstəkləmək istəyir. Demək, onların məqsədləri oxşardır. Əlbəttə, hamımız deyə bilərik ki, Allahı hörmətlə və sevgi ilə sevirik. Amma elə insanlar var ki, missiyalarını insanın suveren hüquqlarını qorumağa həsr edirlər ki, Allahın səsi eşidilsin, Allahın sevgisi duyulsun. O da məhz belə biridir, çox salih bir insan. Buna görə də o qəti şəkildə inanır ki, bu dini təqdirdir.